20 yanvar Milli Qürur Gününün 36-cı ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanında hazırlıq işlərinə start verilib. Həll olduğu kimi bu ildə minlərlə insanı ziyarət edəcəyi xiyabanda Hüzün gününün ruhuna uyğun olaraq abadlıq, təmizlik və bəzək işləri aparılır, ərazinin ümumi görünüşü yenilənir. Hazırlıq çərçivəsində landşaft dizaynerlərinin iştirakı ilə müxtəlif güllərdən ibarət kompozisiyalar yaradılır, infrastruktur elementləri təmir olunur və mərasimədək bütün işlərin başa çatdırılması nəzərdə tutulur. Xiyabanın girişindən başlayaraq bütün ərazini əhatə edən bu işlər Hüzün gününün mənəvi ab-havasını əks etdirməklə yanaşı, dövlətin və cəmiyyətin 20 yanvar şəhidlərinə göstərdiyi dərin ehtiramın bariz ifadəsi kimi qiymətləndirilir. Biz də SSTV olaraq 20 yanvar günü ilə əlaqədar Şəhidlər Xiyabanında aparılan hazırlıq işləri ilə bağlı yaxından tanış olduq. İlk öncə Bakı şəhər İcra Hakimiyyətinin şöbə müdiri Elmin İmanov hazırlıq prosesi ilə bağlı məlumat verdi. Artıq 20 yanvar faciəsinin növbəti ildönüm ərəfəsindəyik. Bir neçə gündən sonra xalqımız torpaqlarımızın azadlığı, ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin 36-cı ilini qeyd edəcək. Bununla bağlı hər il olduğu kimi bu ildə Bakı şəhər İcra Hakimiyyətinin qurumları tərəfindən xiyaban ərazisində geniş təmizlik, abadlıq işləri həyata keçirilir. Ənənəvi olaraq biz bunun şahidiyik ki, müxtəlif güllərdən, qərənfillərdən ibarət burada kompozisiyalar yaradılır və bu işə onu xüsusi vurğulamaq istəyirəm ki, landşaft dizaynerlər cəlb olunub. Ərazi tamamilə yuyulur, təmizlənir, yeni qazon örtüyü salınır, zədələnmiş plitələr dəyişdirilir. Deməli, qazon örtüyü salınmaqla bərabər ərazidəki məşəl kompleksində burada deməli profilaktika işləri həyata keçirilir. Daha sonra buradakı işçilər güllərdən ibarət kompozisiyaların nəyi əks etdirdiyi ilə bağlı məlumatlar verdilər. Yenilərimiz budur ki, qərənfil düzürük, qəşəng. Qurban olum onlara, Allah onlara rəhmət eləsin, onların yolunda biz nə cür lazımdır, o cürdə iştirak eləyirik, nə də deyirlər, ona əməl eləyirik. Burada işləmək bizim üçün çox şərəfdir, bizim borcumuzdur. Biz neçə illərdir gəlib burada işləyirik. Bizim rayondan 10 nəfər gəlib, amma ümumi yaşıllaşmadan 30 neçə nəfərdir. Bizim üçün şərəfdir də, biz onlara borcluyuq həmişə. Şəhidlərimizə borcluyuq, Allah onlara rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Biz bura gəlmişik, çox şərəf duyuruq, çox borcumuzdur. Onlar bizim vətən uğrunda gediblər. Allah onlara qəni-qəni rəhmət eləsin. Biz bura Mənzil Kommunaldan 50 nəfər gəlmişik. Sevə-sevə işləyirik. İşimizi, fəaliyyətimizi başa vururuq. Sonda isə məktəblilərin eyni zamanda müəllimlərin fikirlərini öyrənmək məqsədi ilə onlara yaxınlaşdıq. Və bura biz gəlmişik ki, şəhidlərimizi, bizim qəhrəmanlarımızı yad edək. Vətənim qan ağladı, qara yanvar gecəsi. Sızım-sızım sızladı, qara yanvar gecəsi. Sanki qəsdə durdular, atəş deyib vurdular, bağrımızı yardılar, qara yanvar gecəsi. Şəhid hər hansı bir faciədə canını, vətən uğrunda canını atan bir şəxslərdir. Düşmən bağını yara bilmədik, Qarabağ uğrunda ölə bilmədik, sizin yolunuzdan keçə bilmədik, xəcalət göyündə üzürük hələ. Biz 20 yanvar şəhidlərini ziyarət etməyə gəlmişik. Ona görə məktəbimizin şagirdlərindən bir ziyarət edirik. Hər 20 yanvar tarixini biz ümumilli matəm günü kimi qeyd etdiyimizi hər bir uşağa aşılayırıq. Bugün 20 yanvar şəhidlərinin məzarı üstünə öz sinfimi 901 sinif şagirdlərini gətirmişəm. Düşünürəm xalqımızın qan yaddaşıdır. Tarixə qanla yazılan səhifələrimizdən, amma şərəflə yekunlaşan səhifələrdən biridir. İlk addımlarımızdan məhz 20 yanvar şəhidlər oldu və sonra da davam etdi. Amma şükür ki, bugün torpaqlarımız öz azadlığına qovuşdu. Düşünürəm ki, hər bir şagirdimizin, ümumiyyətlə, hər bir Azərbaycan vətəndaşının yaddaşında qalmalıdır bu hadisə. Yəni, unutmayaq. Günel Fərzəliyeva, Müqabil Bəbirxanov, SSTV xəbər.